Hər vaxtınız xeyir olsun. Bugün YouTube-dan gələn xahiş əsasında 6-cı sinif riyaziyyat 2-ci hissə dərslikdə olan tapşırıqların izahını verəcəm. Səhifə 52-dən başlayıram. Biraz tez-tez izah verəcəm, çünki bir neçə səhifə xahiş ediblər. Gördüyünüz SG bucağı 180 dərəcəyə bərabərdir. Burada DGF-ni verib 150 dərəcədir. 180-dan 150 çıxanda 30 dərəcədir. Deməli, verilmiş bu bucaq 30 dərəcə olacaq. Bunun üçün biz belə bir misal da qura bilərik. Misalımızı belə qura bilərik ki, bucaq SF çıxılsın, bucaq D deməli SF çıxılsın, bucaq DGF. Yaxud da 180-dan çıxdıq. Deməli, burada bucaq SGD bərabərdir. Bucaq SGD bərabər 30 dərəcə. Beləcə qalsın. Yenə verilib PT açıq dərəcəli bucaq. 128 dərəcə verilib. 180-dan çıxıram 128-i. 52 dərəcəmiz qaldı. Bura 52-dir. Bura 52-dirsə 52 dərəcə. Qarşı bucaqların xassəsinə əsasən qarşı bucaqlar bir-birinə bərabər olur. Bucaq T deməli bucaq COP bərabərdir bucaq TOR-yə. O da bərabərdir 52 dərəcəyə. Keçirik C variantına. C variantına baxırıq. Deməli, yenə də bizə verilib M-in açıq bucağı. Açıq bucaq bilirik ki, ümumilikdə 180 dərəcədir. Burada bu 90 dərəcəli bucağın işarəsidir. Deməli, verilən 180 dərəcədən 90 var, 15 var. Deməli, 180-dan çıxırıq. 90 üstə gəl 15-i. 180-dan çıxırıq 105 deyir 75. Deməli, bu sual altında olan bucaq 75 dərəcədir. Keçirik digərinə. Yenə də COD açıq bucaqdır. Açıq bucaqda 68-40 dərəcə verilib, digər sual işarəsini istəyir. Qarşılıqlı bucaqların xassəsinə görə tapa bilərik əslində. 40 dərəcə. Deməli, burada 180 dərəcə olduğuna görə 180-dan çıxıram. 40 üstə gəl 68 eləyir 108. Bu da eləyir 72 dərəcə. Deməli, burada sual işarəsi verilən yer. Bura 72-dir. (72 dərəcədir). 72 dərəcədir. 72 dərəcədirsə, deməli, qarşı bucaqlar bir-birinə bərabərdir. 40 dərəcədə bu bucaqdır. Görək bizdən nə istəyir? Ancaq sual altında olan istəyir. Sual altında olan bucaqları istəyir. Əlbəttə ki, burada COD yenə də bucağı da eyni ilə, yəni qarşı bucaqlar bu 72, bu da 68 dərəcə olacaqdır. Yenə də bir-birinin cəmi olacaq 180 dərəcə. Gəlir burada FGD. Deməli, bu bucağı istəyir bizdən. Bildiyimiz kimi SF 180 dərəcəli bucaqdır. O zaman 180 dərəcə bərabərdir. X üstə gəl 30. Üstə gəl X-ə. Üstə gəl 30, üstünə gəlinsin X-ə. 2x bərabərdir 180 çıxılsın 30. 2x bərabərdir 150, x bərabərdir 75-ə. Deməli, bizim FGD x-ə bərabər idi. Bu da bərabərdir 75-ə. Elə bizdən FGD-ni istəyirdi. Amma biz nəyi tapacağıq? Bunu da yazarıq. Bir dəqiqə. Biz gəlin CGD-ni də tapaq. Bucaq CGD bərabərdir
X üstə gəl 30. X üstünə gəl 30. X-imiz 75 dərəcədir. 75-in üstünə də 30 gələndə edir 105 dərəcə. Deməli, bu hissədə 105 dərəcədir. Bir dəqiqə. %105 dərəcə. Gəlin hamısını yerinə qoyaq. Aha. İndi gəlin növbəti misala baxaq. Deməli, yenə də PT 180 dərəcəli bucaqdır. Daha doğrusu açıq bucaqdır da. Burada PT-ni X üstə gəl 60'ı verib bu hissəni istəyir. Sual altındadır. O da 2x-dir. Yəni qarşılıqlı bucaqların xassəsinə görə qarşıya olan bucaqlar bir-birinə bərabərdir. Onda necə tapacağıq? Bir dəqiqə bunun üçün yeni bir səhifə mən deməli bizə bu PT bucağı lazımdır. Deməli biz bura 2x tapdıq. 2x üstünə gəl, x üstünə gəl 60 bərabərdir 180 dərəcə. 3x bərabərdir 180 dərəcə çıxılsın 60 keçir bərabərliyin sağ tərəfinə çıxma olur. 120 x bərabərdir 40 dərəcəyə. X 40 dərəcədirsə, yerinə qoysam 40 üstünə gəl 60 bərabərdir 100 dərəcə. X 40 dərəcədirsə, o zaman 2x bərabərdir 80 dərəcə. Bura olacaq, burada olacaq. Bunu silirəm, 80 dərəcə yazıram bura. Həqiqətən də 100 üstünə gəl 80, bura olacaq 180. Bizdən por istəyirdi. Buranı istəyirdi. Bu da qarşı-qarşıya olan bucaq olduğuna görə x plus 60 neçə elədi? 100 elədi. Deməli, burada 100 eləyəcək. Bu belə. Keçirik digər misala. PS eyni ilə açıq dərəcədir. Deməli, qarşı-qarşıya bucaqlar bərabərdirlər. Yəni, burada P, R, T bucağı bərabərdir. Bucaq Q, R, S-ə. PRT bucağı 2x üstünə gəl 45-dir. Digər QRS x üstə gəl 55-dir. Tənlikdə həll edirik. Tənlik qaydasına əsasən 2x-imiz qalır bu tərəfdə. Digər x-i keçirir bərabərliyin sol tərəfinə çıxılsın x olur. 55 qalır sağ tərəfdə bərabərliyin 45-i keçiririk sağ tərəfə. Çıxılsın 45 olur. X bərabərdir 10-dur. X 10-dursa gəlin yerinə qoyaq. Bucaq P, R, T bərabərdir. 2x üstünə gəl 45. X-imiz 10-dur. 2 vurulsun 10. Üstünə gəl 45. O da bərabərdir. 2 dəfə 10, 20 üstünə gəl 45. 65 dərəcə. Demək, bura 65 dərəcədirsə, burada 65 dərəcə olacaqdır. Amma bizdən buranı istəyir. Gözün rəngi dəyişim. Bizdən buranı istəyir. Biz bunu necə tapacağıq? Qonşu bucaqların xassəsinə görə qonşu bucaqlar 180 dərəcəyə bərabərdir. Burada deməli bucaq PRG deməli bucaq PRG üstünə gəl. Üstünə gəlinsin bucaq QRS üstünə gəlsin QRS bərabərdir 180 dərəcə. QRS deyirəm də ona. QRS 65 olduğuna görə bunu x götürürəm. Üstünə gəl 65 bərabərdir 180 dərəcə. X bərabərdir 180 çıxılsın 65. X bərabərdir. Deməli 5, 17-dən 6 çıxanda 115. Demək ki, bura oldu 115 dərəcə. Burada 115 olacaq. Belə. Bu da misal. Keçirik digərinə.
Deməli, D-yə baxıram. Yenə eyni qayda. Sadəcə burada bir məsələ var. Burada ümumilikdə 180 dərəcə olacaq. Yəni bucaq STD üstünə gəl bucaq DTB, DTB bərabərdir 180 dərəcə. Deməli, bucaq STD-ni verib x üstünə gəl 20, digərini verib üstünə gəl 5x, üstünə gəl 40. Bərabərdir 180. X-ləri toplasaq 6x üstünə gəl 60 bərabərdir 180. 6x bərabərdir 180 çıxılsın 60. 6x bərabərdir 120, x bərabərdir 120-ni 6-ya böləndə 20. X-imiz 20-dirsə, gəlin DST bucağını tapaq. Onda buraya 40 dərəcə olacaq. X-imiz 20-dirsə, onda 5 vurulsun 20. 20 üstünə gəl 40. Bu da eləyəcək 140 dərəcə. Həqiqətən toplayanda 180 eləyir. Bizdən nə istəyir? Beta. Bizdən buranı istəyir. Gözünü başqa rənglə işarələyim buranı. Buranı istəyir. Bu da qarşı bucaqların bərabərlik xassəsinə görə 40 dərəcə olacaq. Yəni belə deyəcəyik də, bucaq bir dəqiqə daha bucaq DST bucaq DTS bərabərdir bucaq BTA sonra 40 bərabərdir 40. Belə. Sonra keçirik ardınca 3 nömrəli misala baxıram. Burada da deyir ki, BD şüası ABS üçbucağının tənbələnidir. Gəlin bir üçbucaq çəkək. ABS BD şüası tənböləndirsə yarı-yarıya bölür. ABS bucağı ABD bucağından 50 dərəcə böyükdür. Bucaq ABS bucaq ABD-dən bucağından 50 dərəcə böyükdür. Deməli, bucaq ABS bucağı ABD bucağından deməli, böyükdür nə qədər? Bir dəqiqə. 50 dərəcə böyükdür. Gəlin bunu x plus 50 götürsək. ABS bucağı neçə dərəcədir? ABS bucağı, yəni bu bucaq neçə dərəcədir? Tənböləndirsə, deməli, ABS bucağı ABD bucağından 50 dərəcə böyükdürsə, tənbölən tərəfləri bərabər hissəyə bölür. ABS bucağının tənbölənidir. ABS bucağı ABD bucağından 50 dərəcə böyükdür. Yəni tənböləndirsə yarı-yarıya bölmüşdür. X bərabərdir x plus bir dəqiqə. Yenidən baxın bu hissəyə. Deməli, bucaq ABS. Bizim bucaq ABS-imiz bura düşür. ABD bucağından. Bucaq ABD-dən. Bax, bura ABD-dir. ABS ABD-dən 50 dərəcə böyükdür. Bir dəqiqə.
Deməli, bu bucaq ümumilikdə bundan, bu x-dirsə, bu x plus 50-dir. X plus 50. Yəni 50 dərəcə böyükdür. Yarısıdırsa, əgər ABC bucağı, BC, yəni bu tam bucaqdır da, belə deyə bilərik. Bucaq B bölünsün 2 bərabərdir x plus 50-yə. Və yaxud da belə deyək də, 2-yə bölürsən, böldün, digərindən 50 dərəcə, yəni böyük olur da, x plus 50-yə. Hər tərəfi 2-yə vursam, bucaq B bərabərdir 2x plus 50. Amma yenə də bunu lori dildə qoy başa salım, yox. Bunu qoy lori dildə başa salım. Bu, misal sonra quraram bunun üçün. Yəni, bura x, burada x-i nəyə görə bərabərdirlər? Amma bu, ümumilikdə özü x plus x bərabərdir x plus 50-yə. 2x bərabərdir 50-yə, x bərabərdir 25-ə. Yəni, bu x-in üstünə x gələndə və bu 2x-dən 2x-dən də 50 dərəcə böyükdür. Bir dəqiqə.